Brendinizin logosunu bu cür hazırlamaq istəyirsiniz, o zaman isə gəlin necə hazırlanmalıdır. Əslində video düzəltmək üçün hər bir şəklin öz promptu var. Bu promptu biz müəyyən etmək üçün ilk olaraq şəkli Çakipdir, Cloud, Gemini-də hard istəsən yükləyə bilərsiniz. Mən Çakipdə edirəm. Çakipdə şəkli yükləyəndən sonra ona bu şəkildə bütün yazıların və logonun olmamasını da bir-biri gəlməsini qeyd etdim. Ondan sonra mənə belə bir prompt verir. Bu promptu yükləyirəm. Sonra daxil oluruq biz Google Flow-a. Google Flow-a daxil olandan sonra burada şəklimizi yükləyirik. Ben promptu basmışam yenə. Burada şəkli yükləyirik. Şəkli yükləyəndən sonra Add to Prompt'a basırıq və sonra promptu qeyd edirik bura və Start'a basırıq. Mən video hazır deyəndə mən qeyd etməyəcəm və videomuz və qısa bir müddətdə video hazır oldu. Əgər promptu sizə göndərməmi istəyirsinizsə kommentə prompt yazmanız